Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə məni pəhriz zamanı tam 10 kilo arıqladan məşhur Sassi detoksunun hazırlanmasını paylaşmaq istəyirəm. İnşallah ki, sizin üçün də yararlı bir video olar. İnanın ki, qızlar. Yəni tam əminliklə deyirəm ki, bu detoksu hər gün, bir ay, hər gün, yəni içsəniz gün ərzində 2 litr yarım, 3 litr içsəniz, inanın ki, 10 kilonu o qədər rahatlıqla verəcəksiniz ki, çox möhtəşəm və çox təsirli bir detoksdur. Ona görə də mütləq videonu sona qədər izləməyi unutmayın və videonu da bəyənsəniz like etməyi unutmayın. Bu detoks sırf zəncəfilli detoksu içməyə bacarmayan xanımlar və bəylər üçündür. Sassi detoksu. Bizə lazım olacaq demək 3 litrlik suya, 2 litr yarım 3 litr suya bizə lazım olacaq 1 ədəd iri xiyar, yəni təzə xiyardan söhbət gedir. Əgər belə deyim də 1 ədəd iri yoxdursa 2 ədəd orta boy xiyar götürə bilərsiniz. Xiyarı elə qabıqlı-qabıqlı gördüyünüz şəkildə halqa-halqa doğrayıram. 2 ədəd limonu halqa-halqa doğrayıram. 1 ədəd darçın çubuğu lazım olacaq və quru nanə lazım olacaq. Nanə quru da ola bilər, yaş da ola bilər, heç bir fərqi yoxdur. Mən sırf nanə cövhərdir, sırf bu detoks üçün quruduram, çubuqlu. Həm çaylar üçün, həm detoks üçün quruduram və belə istifadə edirəm. Sizdə əgər bu cür qurumuş quru nanə yoxdursa, onda hazır adi yaş nanədən də istifadə edə bilərsiniz. Darçın çubuğu tapmasaz, İran məhsulları satılan marketlərdə belə deyim də paketdə darçınlar olur. 1 ədəd, 10 paket alın, çox da ucuzdur qiyməti. 1 ədəd elə həmin o darçın əvəzinə yəni bankanın, balonun içərisinə əlavə edə bilərsiniz. Və doğranmış xiyarı, doğranmış limonu, darçın çubuğunu və quru nanənin hamısını suyu hazırlayacağım qabın içərisinə əlavə edirəm. Deməli, mən necə edirəm? Baxın, bu 2 litr su tutur, düzdür? 2 litri hazırlayıram. Məsələn, səhər içdim, məsəl üçün gün ortaya qədər 1 litrini içirəm. Ondan sonra 1 litr də qaynar su tökürəm üzərinə və yaxud da ilıq su tökürəm üzərinə və salam. Da 2 ayrı banka, yəni balon hazırlamıram da. Elə bir bu cür belə qrafinin içərisinə 1 litr içdikdən sonra 1 litr də əlavə edirəm və gün ərzində həmin o 3 litri içmiş oluram. Və bütün doğranmış yəni xiyarı, limonun üzərinə, darçın çubuğunun üzərinə çaydandan qaynar su əlavə edirəm və qoyuram kənarda qalsın. Bunu mən gecə eləyirəm, üzərini bağlayıram. Səhərə qədər bu qəşəng dəmlənir və səhər durduqdan sonra gün ərzində bütün günü bu suyu içirəm. Yemək yeyirəm. Da yağlı, da bol belə duzlu, şəkərli yemək yemirəm. Normal qidalanıram. Amma bu detoksu içdiyim zaman axşam saat 6-dan sonra qətiyyən yemək yemirəm və 8-ə qədər bu detoksu içib qutarmış oluram. Yəni 8-ə qədər bu 2 litr yarım, 3 litr detoksu mütləq və mütləq içib bitirməlisiniz və gecədən təzədən yeni detoksu hazırlamalısınız. Və bir ay boyunca mən bu şəkildə bu detoksu içirəm və çox xeyrini də görürəm. Bugünə qədər kimlərə məsləhət görmüşəmsə, hamısı da çox şükür Allaha ki, xeyrini görübdür və buradan da bilməyənlərə də səslənirəm ki, çox möhtəşəm bir detoksdur, çox gözəl maddələr mübadiləsini işlədir və mütləq tövsiyə edirəm ki, hazırlayasınız. Ziyanlı heç bir tərəfi yoxdur, xeyri var ki, ziyanı yoxdur, belə deyim. Bir də bu videonun içərisində mənə ümumiyyətlə çox Instagramda da suallar verirsiniz ki, zəncəfili alırıq kilo ilə saxlaya bilmirik, çürüyür, büzüşür. Mən zəncəfili necə istifadə edirəm və necə saxlayıram? Mən zəncəfilli detoksu çox sevirəm. Və zəncəfilli detoks üçün mən zəncəfili aldım, ondan sonra qabığını çox nazik şəkildə soyuram. Elə ölkələr, Asiya ölkələri var ki, qızlar orada zəncəfili qabıqla yaxşı yuyurlar, qabıqla yeyirlər. Yəni qabıqla tükətirlər. Amma biz qabığından istifadə eləmirik də, belə deyim. Ancaq tutma bağlayanda qabığını soyub onun içərisinə ata bilirəm məsəl üçün. Demək zəncəfilin qabığını hamısını soyuram. Qabıqlarını soyduqdan sonra sürtkəcin iri gözündən keçirdirəm. Və mən bu zəncəfili sürtkəcin iri gözündən keçirdəndən sonra buz qoyan qablar var da, hansı ki soyuducuda buz saxlayırıq o qablarda. Həmin o buz saxladığımız o hissələrə zəncəfillərdən əlavə eləyirəm. Yəni sürtkəcdən, baxın dovşana oxşayır.
oxşayıram dovşana ki, öz istənilmədən alındı, o dovşana oxşadı. Bu buz qabının içərisinə zəncəfillərdən əlavə edirəm və qoyuram donmağa. Və bir qədərini də pinqvin paketinin içərisinə yerləşdirirəm və qoyuram bu şəkildə donmağa. Və mənə lazım olduqda, donduqdan sonra çıxardıram hamısını pinqvin klokunun içərisinə yerləşdirirəm və mənə lazım olduqda 2 kubik, 1 kubik götürüb çayımın içərisinə əlavə edirəm və yaxud da detoksun içərisinə əlavə edirəm və yaxud da yeməyə əlavə edirəm, dolmaya əlavə edirəm və bu şəkildə çox gözəl qalır. Nə dadını itirir, nə keyfiyyətini itirir, nə tamını itirir. İnanın ki, çox rahatdır bu şəkildə zəncəfili saxlamaq, nəinki büzüşüb, çürüdüb soyuducuda saxlamaq. Bu şəkildə yerləşdirin dondurucuya, donduqdan sonra çıxardın hamısını yığın pinqvin klokunun içərisinə. Buzu necə saxlayırıq dondurucuda? O şəkildə çıxardın pinqvin klokunun içərisinə, ondan sonra lazım olduqda detoksların içərisinə, yəni əlavə eləyib işlədə bilərsiniz. Çox rahat və çox pratik bir saxlama. Və bu qədər, bu mənim sizinlə paylaşmaq istədiyim növbəti bir detoks idi. İnşallah ki, sizin üçün də xeyirli və yararlı bir video oldu. İnşallah ki, göz haqqınızı halal edərsiniz. Allah hər kəsin süfrəsini bol ruzi bərəkətli etsin. Allah heç kəsi sağlamlıqla sınağa çəkməsin inşallah. Və bizim sağlamlığımız elə bizim öz əlimizdədir. Nə qədər belə xeyirli, belə deyim də, detokslar istifadə etsək, içsək, tükətsək, inanın ki, bir o qədər də bizim orqanizmimizə xeyir olacaq. Bu qədər, şərhlərinizi gözləyirəm. Sağ olun, salamatla qalın.